Tindən salam, atam, millət vəkilimiz Razım Nurullayev gən də guruldayıb ha. Deyib ki, futbolçularla deputatların oxşar cəhəti var. İkisini də söyürlər. Razım müəllim, burada mən sizi ilə narazıyam. Düzdür, oxşar cəhətləri var. Futbolçular topla oynayır. Millət vəkilləri isə elə millətin həyatı ilə. Deyib bu yaxında öz uşaqlarımız mini futbol üzrə Avropa çempionu oldular. Elvin İsayev dərhal başladılar. Qapıya zərbə, gol! Gol! Hesab açtı milli komandamız. Yenə də Elçan qol vurur 7-ci dəqiqədə. Onlar söylədilər ki, yox, əksinə hamısı təbrik elədi. Bir dənə Affadan başqa. Bilirsiniz nəşin? Çünki Affa ora barmaq eləyə bilmir. Hamısı öz uşaqlarımız deyə Azərbaycanlılardır. Baş məşqçidən tutmuş, bu nə bir onadır? Prezidentinə qədər. Razım müəllim, nəticədən razı qalıb. Heç olmasa siz təbrik elədiniz, yoxsa qorxdunuz ki, söyərlər. Dinliyor, tinimiz düzdür. Deyirəm ala, it ol, bəxtin olsun. Gömrük komitəsi itləri üçün nə az, nə çox 190 min manat pul xərcləyəcək. Yemək zat, bir də ki, bu top alacaq. Dövlət Gömrük Komitəsinin sədri Şahin müəllim. Soruşmaq eyb olmasın ha. Bir yaxında dünya çempionatı başlayıraq. O toplardan alacaqsınız, toplanlarınız üçün. Belə ki, düzəli üstə yazıqlar it kimi işləyirlər də. Şahin müəllim, bunu atalar deyib ha. İt ürər, karvan keçər. Qorxuram, bu 190 mindən sonra itləriniz qudurar, karvan gedər, kontrabanda keçər. Dinliyor, tinimiz düzdür. Azərbaycan avtomobil yolları dövlət agentliyi ayda ildə bir dəfə asfalt çəkir. O da deyib o belə. Vüsal Nəsilli, aydan böyüyü. Ayda belə asfalt çəkərlər. Vüsal müəllim, hanı sənə dövlətin ayırdığı samasvalın, traktorların, yoxsa traktor bir dox olub səndən əvvəlki Salih müəllimin talihi ilə getdi. Atam balası, bu yollara ayrılan pullar nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.